Salam, hər vaxtınız xeyir olsun. Xoş görürük hər birinizi. Mən Ağabəyli Səməddin. Bugün 19 iyun 2025-ci il ibtidai riyaziyyatdan sertifikasiya imtahanı düşən sualların ikinci hissəsini sizə təqdim edirəm. Birinci hissə YouTube kanalımızdadır. Ağabəyli Səməddin YouTube kanalında. Mütləq daxil olun, həmin suallara baxın. Bu isə ikinci hissəsidir və suallarımız kifayət qədər rahatdır. Yəni il boyu stres çəkən, həyəcan keçirən müəllimlərə bildirmək istəyirəm ki, yəni imtahan öncəsi hər zaman müəllimlər həyəcanlı olurlar. Ay Allah, belə olacaq, elə olacaq, amma şükür Allah ki, hər il olduğu kimi bu ildə imtahanınız yaxşı və rahat olub ibtidai üzrə. 12-yə bölmə əməlində alına biləcək ən böyük qalıq hansıdır? 12-yə bölmə əməlində yenə mənə göndərilən sualları mən izah edirəm. Kimsə iddia edirsə ki, müəllim, mənə belə bir çətin sual düşüb. Bax, yəni hodri meydan, rəylər açıqdır. Rəy bölməsinə mütləq sualınızı qeyd edin, onu da sizlər üçün izah edək. 12-yə bölmə əməlində alına biləcək ən böyük qalıq hansıdır? Ədədi biz 12-yə bölürüksə, qalıqlar 1-dən 12-yə qədər, yəni 12 ola bilməz. Yəni ən böyük qalıq 11 ola bilər. Çünki bölən hər zaman qalıqdan böyük olmalıdır və yaxud da qalıq hər zaman böləndən kiçik olmalıdır. Ona görə 12-yə bölmə əməlində alına biləcək ən böyük qalıq 11-dir. Bəzən qalıqların cəmini də soruşa bilər. Belə bir bonus məlumat verək. N vurulsun N çıx 1 bölü 2 düsturundan 12-yə böldükdə alına biləcək qalıqların cəmini soruşsa, bu düsturda N-in yerinə 12-ni qoyub hesablaya bilərsiniz. Çünki bu qaydada çox düşmüş olur. Növbəti sualımız tənli ilə bağlıdır. Bu sualda maksimum səhv yaza biləcək müdavim götürüb 189-u 4-ə vurmaqla başlasa səhv etmiş olar. Amma biz bilirik ki, bu sualı necə həll etmək lazımdır? 279-dan nəyi çıxsa 189 edər. Bax, belə yanaşmaq lazımdır. Buna görə biz 279-un özündən 189-u çıxırıq. Yəni bu ifadə, bax bu ifadə nəyə bərabər olur? 90-a bərabər olur. Bir daha deyirəm, azalan, çıxılan və fərq. Çıxılanı tapmaq üçün azalandan fərqi çıxdım. 279-dan 189-u çıxdım. X bölü 4 bərabərdir 90. X də bərabər 90-ı 4-ə vurduq, 360. Tənliyin kökü 360-a bərabərdir. 8-ci sualımız. Eni uzunluğundan 3 dəfə kiçik olan düzbucaqlı. Bizim bir dənə düzbucaqlımız var. Eninə bir x deyirəm, uzunluğuna 3x deyirəm. Eni uzunluğundan 3 dəfə kiçikdir, perimetr 32-dir. Eni ilə uzunluğunu topladım, vurdum 2-yə, perimetr tapmaq üçün bərabərdir, 32 elədim. Təbii ki, 32-ni 2-yə böləcəksiniz, x də gəl 3x bərabərdir 16x. Müəllim, mən mötərizəndə vurub açdım, düz elədin, elə də yaza bilərsən. X-dan 3x-i toplayanda eləyir 4x, 4x bərabərdir 16, x də bərabərdir 4. Bu düzbucağımızın eni 4, uzunluğu 3 vur 4 bərabərdir 12. Sahəni soruşur, 4-ü 12-yə vuracam. Qaza gəlməsəz bu sualı səhv yazma şansınız yoxdur. 48 bizim cavabımızdır. Qaza gəlmə, fesə gəl. 9-cu sualımıza baxırıq. Fesə gəlmək üçün də bilirsiniz də əlaqə nömrələrimizi bilməlisiniz. 055 527 25 99 WhatsApp nömrəsinə yaza bilərsiniz. Həmçinin nəticələrinizi də bu nömrəyə qeyd edin və müsahibə qruplarında özünüz üçün tez yer saxlayın, çünki dolmaq üzrədir. 40 yüzlüyü, 50 onluğu, 32 təkliyi olan ədəd hansıdır? 40 dənə yüzlüyü var, yəni 40 dənə 100, 40 vurulsun 100. Üstəgəl 50 dənə onluğu var, 50 vurulsun 10. Üstəgəl 32 dənə təkliyi var. Üstəgəl 32 vurulsun 1, da 1-i yazmıram. 40-ı 100-ə vuranda 4000, 50-ni 10-a vuranda 500, üstəgəl 32. Bu ədəd 4532-yə bərabərdir. Cavabımız olur 4532. 2 tənlik düşdüyünü bildirən müdavimlərdən var. Yəni ona görə bir seansda ola bilər ki, 2 tənlik olsun. Məsələn, bu müdavimin qarşısında 2 tənlik çıxıb. Tənlik şərti yazılıb. Əgər tənliyin dəqiq ədədləri yadınızdadırsa qeyd edə bilərsiniz. Əgər çətin olduğunu iddia edirsə, mütləq rəydə tənliyinizi yazın. 5-i 2x-ə vurduq, 10x. Çıx, 5-i 3-ə vurduq, 15. Mötərizənin qabağı mənfi deyə, çıx, 3-ü x-ə vurdum, 3x. Mənfi müsbət eləyir, 3-ü 4-ə vurdum, 12. Bərabərdir, 3x üstəgəl 17. İndi burada nə edəcəm? 10x-dan 3x-i çıxacam, 7x. Mənfi 15, müsbət 12 eləyir, mənfi 3. Məncə imtihana bundan da rahat tənlik düşüb, amma yenə deyirəm də tənliyin dəqiq ədədləri yadımızda deyil deyə biz biraz daha düşündürücüsünü qoyduq. Hələ bu düşündürücü sayılır. 7x çıxılsın, 15-dən 12 mənfisi 3 eləyir, mənfi 3 bərabərdir, 3x üstəgəl 17. 7x-dan çıxdım 3x-i, 17-nin üstə gəldim 3-ü. 4x bərabərdir 20, x bərabərdir 5. Tənliyin kökünün 6 mislinin, 5-in 6 misli 30,
30'un rəqəm hasili 3 vurulsun 0 bərabərdir fısır. Doğru cavabımız olur 0'a bərabər. Nihai konşi rahatinişo. Yəni bu suallar sizlər üçün su içmək kimi bir şeydir. Əgər sualların davamı gələcəksə, çox güman ki, 3-cü hissəmiz də olacaq. Videomuzu bəyənin, paylaşın və rəydə də öz nəticələrinizi, suallarınızı, əlavə fikirlərinizi bildirməyi unutmayın.